Salam, futbol sevərlər. Bugünkü mövzumuz Azərbaycan futbolunda tarixi bir hadisədir. Qarabağın gənc ulduzu Nəriman Axundzadə transfer qiyməti 2,5 milyon avro ilə rekord qırdı. Bu xəbər həm azərkeşlər, həm futbol ekspertləri arasında böyük müzakirələrə səbəb oldu. Bəziləri qiymətin çox yüksək olduğunu düşünür, digərləri isə Nərimanın gənc yaşda belə yüksəlişini alqışlayır. Gəlin əvvəlcə Nərimanın kim olduğunu xatırlayaq. O 21 yaşındadır və Qarabağın əsas hücumçusudur. Meydanda sürəti, dəqiq ötürmələri və qol vurmaq bacarığı ilə seçilir. Onun oyun tərzi Azərbaycan çempionatında kifayət qədər təcrübə qazandığını göstərir. Azərkeşlər hər oyunda ondan qol gözləyir. Bu da futbolçu üzərində ciddi psixoloji təzyiq yaradır. Transfer qiyməti necə müəyyənləşdirilir? Əsas meyarlar bunlardır. Statistik göstəricilər, yaş və potensial, bazar marağı və oyunçunun meydandakı rolu. Nəriman bütün bu meyarlara cavab verir. Statistik göstəriciləri yüksəkdir, gənc yaşa malikdir və bir neçə klub onunla maraqlanır. Bu da onun qiymətinin artmasına səbəb olub. Azərkeşlər sosial mediada müxtəlif reaksiyalar göstəriblər. Bəziləri qiyməti yüksək hesab edib, digərləri isə Nərimanın yüksəlişini alqışlayıb. Avropa futbol bazarında gənc oyuncuların qiymətləri milyonlarla ölçülür. Buna görə Nərimanın 2,5 milyon avroluq qiyməti həm Azərbaycan, həm də Avropa kontekstində normal hesab olunur. Nərimanın gələcəyi böyük perspektivlərlə doludur. Onun Avropada oynamaq şansı yüksəkdir və bu Azərbaycan futbolu üçün də stimul yaradır. Azərkeşlər maraqlıdır ki, Nəriman hansı Avropa liqasında uğur qazanacaq və qiyməti gələcəkdə daha da arta bilər. Bu mövzu haqqında sizin fikirlərinizi də bilmək istəyirik. Sizcə, Nəriman bu qiymətə layiqdir və Avropada da uğur qazana bilərmi? Əgər Azərbaycan futbolunun son xəbərlərini ilk siz izləmək istəyirsinizsə, kanalımıza abunə olun və zəng ikonunu aktiv edin.